Uşaqlar, bugün sizə bir sürprizim var. Bax, bunu birinci göstərirəm. Bilirəm ki, tanıyarsınız bəlkə. Bu hara balığıdır. Təsəvvürümə gətirə bilməzdim ki, 40 ildən sonra əlimdə Göyçə gölünün siqa balığını tuturam. Heyif ki, sizlərə çatdıra bilmirəm hər birinizə ki, bunu yiyəsiz. Bunu gətiribdilər, amma qarnının içini təmizlənmiş halda qarın içində gəlibdi. Baxın ətinin də rənginə. Siqa balığımız. Uy. Bu qoxu var ha, bunun qoxusu çox gözəldir, çox. Nəvələrə də ilətdirmişəm ki, bir də bəlkə gedib ora görsələr, bilsinlər ki, siqa balığı hansıdır, iyisi necədir. İndi biz bunu necə pişiririk? Soyutmasını pişiririk. Amma hələ üstünün pulu təmizlənməyib, gözləyirəm buzu açılsın ondan sonrasına. Çox xırda pulları var, deyib ha belə. Ha belə, çox xırda pulları var. Hətta bunu mən bəzən dədə-baba qaydası buzu açılanda qaşıqla təmizləyirəm ki, bıçaq zədələməsin. Görürsünüz, qaşıqla nə gözəl təmizlənir. Yəni, bunu da mən Göyçədə, anamda görmüşdüm ki, bıçaq zədələyir. Hələ buzu tam açılmırdı, yoxsa lap asan çıxır. Ay, bu balıqdan çıxan isə, aya bax, Allahım. Çox qəşəkdir, çox. Göyçə gölünü görün biz nələrini yağmurlaraq verib gəlmişik. İnşallah qismət olar, gedərik. Düz o gölün qırağında bunu tutub, qazanda boğlamasını pişirib yiyərik. İndi mən bunu boğlamasını pişirəcəm. Suyu qoyuruq, qaynayır, duzunu atırıq, balıqları doğrayıb belə atırıq. Qəşək. Üstünə soğan, bibərini. Sonra da həmən suda kartoşkası, soyutma kartofunu da qoyuruq. Adam var kartofla bir yerdə pişirir, amma onda kartofun dadı balığa gedir, biraz qarışır, yaxşı olur. Görün qaşıqla nə gözəl təmizlənir. Təmiz oldu. Hələ buzu pulu açılmırdı. Belə, əziz dostlar, çox istəyərəm ki, bundan hər bir Göyçəli yesin, amma əlimdə deyil, təəssüflənirəm. Və sizləri çox sevirəm, hər birinizi. Böyle göstərmək istəyirəm. Doğramağını da göstərim. Bunu belə doğrayırıq. Bu hələ balacaqsıdır, qışda gələn balıqlardır, ona görə bu biraz böyüklər az. Belə doğrayırıq. Heç bir quyruqsat kəsib atmırıq. Çünki onun özünün də bir dadı var, suya çıxır. Üzmürük buradan. Qazana da belə götürüb qaynır suya atırıq. Bu da bizim Göyçə balığımız, siqa balığı. Əvəzsizdir. Çox iyisi bunun, Gülay, bunun iyini sənə mən ilətdim də, düzdür? Necədir? Fərqlidir başqa balıqlardan? Fərqlidir. Ay, sağ ol, yadımda qaldı, bu siqa balığıdır. Bax ətinə. Gördün? Çox gözəl. Hə, bu da mən, inanın ki, çox özümü xoşbəxt hiss edirəm ki, mən əlimdə Göyçə göldən gəlmiş siqa balığını tuturam. Az qalım elə belə çiğ-çiğ bunu yiyim. Sağ olun, bu qədər.